Anamız xanım Fatimə, Allahın salamı olsun ona, bir hədisində buyurur, ömrünün son anlarında Həzrət Əli əleyhissalam buyurur ki, ya Əli, buyurur ki, mən ömrümdə bu üç şeyi sənə qarşı heç bir zaman etmədim. Əslində hədisi söyləyən anamız xanım Fatimə olsa da, hər kəs dinləyən, istər xanım, istər kişi olsun, hər birimizin götürəcəyi çox gözəl bir örnəklər var orada. Buyurur ki, bu üç şeyi sənə qarşı heç bir zaman etmədim. Nədir bunlar? Heç bir zaman sənin sözünün qarşısına əks bir söz demədim, deyir. Əks söz demədim. Bir xanım öz ailəsinə və ya bir kişi öz xanımına qarşı əks söz söyləməsə, necə bir ab-hava olar? Və ya söyləsə, nə olar? Mənəvi bağlar qopar. Ya Əli, mən sənin qarşısında heç bir zaman sənin sözün qarşısında əks bir söz demədim. Heç bir zaman sənə xəyanət etmədim. Xəyanət dediyimiz xəyanətdən deyil, ümumiyyətlə, düşüncə olaraq hər bir halda. Heç bir zaman sənə yalan söyləmədim. Ya Əli, baxın, bugün bizim ailə qalalarımız, Səadət ocağımız dediyimiz ailələrimizdə çox təəssüf ki, boşanmaların sayı artmaqdadır. Və təbii ki, yalan da bu məsələdə yan keçməyibdir.